Rusiyada yaşayan Azərbaycanlı tanınmış ekstrasensiv. Mən bir neçə dəfə Moskvada efirdə də demişəm. Mən bir neçə dəfələrlə olub ki, mən canlımda da insanlara dəfələrlə demişəm, Azərbaycanda eksensiz yoxdur. İnsanları alladırlar, pulunu yeyirlər, əməl deyilir ki, əməl təmizləyirlər. Alırlar insanların pulunu yeyirlər, atırlar bloka. Bu kişilikdən deyil, bu şərəfsizlikdir. Bu şeyi bacarmırsa eləməyin. Quranla fala baxmazlar. Quran ölüye laylay çalmaq üçündür. Quranda Allah'ın adı var. Quranda yazılmayıb ki, git əməl elə, əməl təmizlə. Kart haram bir şeydir. Kartla necə insan talihini həll eləmiyorlar? İnanmayın ay millət, Azərbaycanda eksensiz yoxdur. Mən Hristiyanam. Bir tərəfim Azərbaycandır. Mən heç bir zaman, heç bir vaxt ya Quranla baxmıram, ya kartla baxmıram.